Şübhəsiz ki, velosipedist kimi samokatlara mənfi münasibətim var. Biraz da mən səmimi danışıram. Həmişə də çalışıram səmimi olum. Çünki səmimi yaşamayanda həyatın mənası da yoxdur. Səmimi fikirlərimi deyirəm sizə. Samokatın sürənlərdən də qorxuram. Görürsən ki, hətta indi gəlirdim bura, görürəm ki, 2 nəfər bir samokatı sürür, bir oğlandır, qabaqda bir qızdır. Yəni, mənim zənnimcə bu çox təhlükəlidir. Və velosiped sürən o ayaqla hərəkət edir. Çox böyük sürət yığa da bilməz, ümumi. Və kiməsə dəyəndə ola bilər ki, o qədər də travması olmasın. Amma samokatlardan doğrusu biraz çəkinirəm. Ona görə də eşitmişəm ki, Avropada artıq müəyyən, Fransada və digər dövlətlərdə samokatlara müəyyən səviyyədə qadağa qoyulubdur.